Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala eşrefil enbiya'il mursalin nebine Muhammedin ve ala alihi ve ashabihi ecmaîn amma ba'du. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Axırıncı səfər keçən dəfə biz dərsdə zənn barəsində danışdıq. Zənnin icazəli növü və həmçinin qadağan olunan növü və həmçinin müsəlmanın eybinin axtarılmasının qadağan olması. Bugünkü mövzu isə qeybət barəsindədir. Düzdür, aydındır, qeybət müsəlmanlar arasında adi hala çevrilsə də Allah qatında böyük cinayətlərdən və həmçinin qul haqqına girilir. Və hər bir müsəlman bilməlidir ki, müsəlmanın Allah qatında dəyəri var. Peyğəmbər sallallahu aleyhi və səlləm vəda həccində, vəda xutbəsində 100 mindən artıq sahabənin qarşısında buyurur ki, İnnə əmvələkum, İnnə diməəkum və əmvələkum və əradakum haramun aleykum. Necə İmam Buxari rivayət edir hədisi. Heç şübhəsiz ki, sizin qanınız da, malınız da, namusunuz da nədir? Bir-birinizə haramdır. Və həmçinin bir gün Abdullah ibn Omar radiyallahu anhuma Kəbəyə baxır və təəccüblə deyir ki, sən necə də əzəmətlisən, necə də böyüksən, lakin deyir, müminin hörməti, mümin səndən daha əzəmətlidir və daha hörmətlidir. Həmçinin Cəbr radiyallahu anhuma rivayət etdiyi hədisdə necə hədisi İmam Muslim rivayət edir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Əl-Muslimu mən səliməl muslimunə min lisanihi və yədihi. Müsəlman o kimsədir ki, onun əlindən və dilindən nədir? Başqa müsəlmanlar əziyyət çəkmir. Həmçinin İmam Əhmədin rivayət etdiyi hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, necə hədisi Əbu Hüreyrə radiyallahu anh rivayət edib. Bir kişi Peyğəmbər sallallahu aleyhi və səlləmə deyir ki, bir qadın barəsində danışır ki, qadının çoxlu namazı barəsində, orucu barəsində, sədəqəsi barəsində danışır. Lakin deyir, o deyir, öz qonşusuna əziyyət verir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Hiyə finnar, o oddadır. Allah subhanahu ta'ala Quran-ı Kərimdə buyurur ki, Ya eyyuhəl-ləzinə əmənu ictənibu kəthirən minəz-zann, innə ba'dəz-zanna ithm. Və la təcəssəsu və la yəğtab ba'dukum ba'da. Yuhibbu ahadukum men ya'kula lahma akhihi meytan fekerihtumuhu. Vettekullaha innallaha tevvabur rahim. Allah subhanahu ta'ala iman əhlinə xitab edərək buyurur ki, ey iman gətirənlər, çox zənnə qapınmaqdan çəkinin. Çünki zənnin nədir? Bəzisi yalandır, günahdır. Və həmçinin buyurur ki, müsəlmanların evlərini axtarmayın. Və buyurur ki, və bir-birinizin qeybətini etməyin. Sonra isə Allah subhanahu ta'ala misal olaraq gətirir ki, sizdən biriniz ölmüş qardaşının ətini, ölmüş ətini yemək istəyərmi? Və siz təbii ki, yenərsiniz, istəməzsiniz ondan. Və Allah subhanahu ta'ala ayənin sonunda buyurur ki, Allahdan qorxun. Həqiqətən Allah tövbə eləyənləri, yəni tövbə eləyənləri, tövbələri qəbul edəndir və rəhimlidir. İbn Abbas radiyallahu anhuma və la yəğtab ba'dukum ba'da bu ayənin təfsirində buyurur ki, Allah möminə meyidi haram etdiyi kimi müsəlman qardaşının da bir şeydən qeybətini etməsini haram edir. Həmçinin Qatadə rahiməhullah buyurur ki, necə ki sən ilənmiş meyitdən yeməkdən imtina etdiyin kimi eyni zamanda nədir? Qardaşın həyatda ikən nədir?
onun qeybətindən imtina et, çəkingirin. Həmçinin Əbu Bərzət Əl-Əsləmi radiyallahu anh rivayət etdiyi hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Ya məşərə mən əmələ bilisanihi və ləm yədxulil imanu qalbəhu la təğtabul muslimin və la təttəbi əvratihim فإنه من تتبع عورة أخيه المسلم تتبع الله عورته ومن تتبع الله عورته يفضحه ولو في جوف بيته Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, ey dili ilə iman gətirib, hələ qəlbinə iman daxil olmamış kimsələr, qardaşlarınızın qeybətini qırmayın və onların eyblərini axtarmayın. Heç şübhəsiz ki, kim bir müsəlman qardaşının eybini axtararsa, Allah da onun eybini axtarar. Allah da kimin eybini axtararsa, onu evin içində olsa da ifşa eləyər. Həmçinin İmam Müslimin hədisində, Əbu Hureyra radiyallahu anh rivayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Ətədrunə məl-ğeybə, siz qeybətin nə olduğunu bilirsinizmi? Və sahabələr buyurur ki, qalu Allah və Rasuluhu aləm. Allah və Rasuluhu daha yaxşı bilir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Zikruka əxaka bimə yəkrah. Qardaşının sevmədiyin bir şeyi zikr eləmək, demək. Və sahabələr deyir ki, ya Rasulallah, bəs əgər mən dediyim şey qardaşımda varsa, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, İn kənə fihi mə təqul fəqad iğtəbdəhu və illəm yəkun fihi mə təqul fəqad bəhəddəhu. Əgər dediyin şey onda varsa qeybət sayılır, əgər dediyin şey onda yoxdursa, böhtan sayılır. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm Ənəs ibn Məlik radiyallahu anh rivayət etdiyi hədisdə buyurur ki, o vaxt ki, Cəbrail aleyhissalam deyir, məni meyraca qaldırır. Buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm marartu bi qovmin ləhum azfar min nuhasin, deyir, mən deyir, dırnaqları misdən olan sinələrini və üzvlərini cıran bir qövmin yanından keçdim. Və soruşdum ki, ey Cəbrail, bunlar kimlərdir? Və Cəbrail aleyhissalam buyurur ki, Həuləillezine yəqulunə luhuman nəsi və yəqaunə fi aradihim. Onlar o kimsələrdir ki, insanların ətlərini yeyirlər, yəni onların qeybətlərini eləyənlər və həmçinin onların irzinə, şərəfinə toxunan kimsələrdir. Hədisi Əbu Davud rivayət edib, Şeyx Albani hədisin, rahiməhullah hədisin səhih olduğunu buyurur. Həmçinin Cəbir ibn Abdullah radiyallahu anh rivayət etdiyi hədisdə Cəbir radiyallahu anh deyir ki, biz Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında olanda birdən külək pis bir qoxu gətirdi, pis iy. Və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, siz bunun nə olduğunu bilirsinizmi? Və sonra buyurur ki, bu möminlərin qeybətini eləyən kimsələrin qoxusudur. Necə ki, hədisi İmam Əhməd rivayət edir. Və həmçinin qeybətin çirkin olması barəsində, qadağan olması barəsində sələflərdən də kifayət qədər sözlər var. İmam Nəvəvi rahimehullah buyurur ki, qeybət qardaşının sevmədiyi bir şeyi deməkdir. İstər bu onun bədənində olsun, istər dinində olsun, dinində deyildikdə bidət qəsd olunmur, kimisə bidət eləməsin. İstər dünyavi məsələsi olsun, istər özündə olsun, istər əxlaqında olsun,
istər yaradılışında, istər malında, istər evladında, istər qadınında, istər işçisində, istər paltarında, istər hərəkətində, istər gülüşündə, istərsə də kədərli anına nədir? Kədərli anında olsun. Onu zikr eləmək nədir? İstər əldən olsun, istər işarədən olsun, istərsə də kiminsə rəmzi olsun. Əgər bu şey onun xoşuna gəlmirsə, artıq bu nədir? Qeybət sayılır. Həmçinin Amr ibn As radiyallahu anh rəvayət edir ki, gəlir ki, ölmüş bir heyvanın yanından keçərkən yanında olanlara deyir ki, لِيَنْ يَأْكُلَ الرَّجُلُ مِنْ حَازَ حَتَّى يَمْلَأَ بَطْنَهُ خَيْرٌ لَهُ مِنْ أَنْ يَأْكُلَ لَحْمَ رَجُلٍ مُسْلِمٍ. Buyurur ki, radiyallahu anhum, sizdən bir kişinin qarnı doyana qədər bu meyitdən yeməsi müsəlman kişinin ətini yeməsindən daha xeyirlidir. Yəni onun qeybətini etməsindən. Həmçinin Hümeyd rahiməhəllahdan gəlir ki, necə buyurur ki, deyir, Fudeyl ibn İyadın belə dediyini eşitdim. O da buyurur ki, Qalə Muhammed ibn Kəb Əl-Qurazi buyurur ki, İzə aradallahu azza və cəllə bi abdin xayran zəhhədəhu fid-dünya. Allah bir qula xeyr istəyərsə, onu dünyada zahid eləyər. Yəni, zahid sözünün mənası ahirətdə ona fayda verməyən şeyi tərk eləmək. Və həmçinin onu fəqih eləyər, dini düzgün başa düşməyi. Və həmçinin onun eyiblərini ona göstərər. Öz eyiblərini insanın özünə göstərər. Sonra deyir, Fudeyl ibn İyad, rahiməhullah, bizə tərəf boylanaraq dedi ki, Rubbəmə qalər rəculu la iləhə illallah fəəxşə aleyhin nəra. Deyir, ola bilər ki, bir kişi la iləhə illallah kəlməsi deyər, lakin bu kəlməyə görə o da girməsindən qorxaram onun üçün. Yəni, la iləhə illallah kəlməsinə görə. Və yandaşlar təəccüblə soruşur ki, necə yəni? İnsan la iləhə illallah deyir. Deyir, kişinin deyir, yanında deyir, iki əlinin arasında biri qeybət eləyir və bu da onun xoşuna gəlir. Və deyir ki, la iləhə illallah. Lakin deyir, o məqam, la iləhə illallah məqamı deyil. O məqamdır ki, orada ona nəsiyyət eləməlidir və deməlidir ki, Allahdan qorx. Ona görə bu həmçinin onu göstərir ki, bir kəlmə haqq olsa belə, onu yerində işlətməlisən. Baxmayaraq o kəlmə əzəmətli kəlmə olsa belə. Baxmayaraq kəlmə əzəmətli kəlmədir, la iləhə illallah kəlməsi. Lakin o məqam onun məqamı deyil. Sən la iləhə illallah deyəsən, subhanallah deyəsən. O məqam odur ki, ona qadağan eləyəsən. Həmçinin Muhammed ibn Sirin rahiməhullah buyurur ki, Əksərun nəsi xətaya, əksəruhum zikran li xətayən nəs. İnsanlar içərisində ən çox xəta eləyənlər insanların xətasından danışan kimsələr. Həmçinin Şabidən gəlir ki, Ennəl Abbasə ibn Abdülmuttalib qalə li ibnihi Abdillah. Deyir, Abbas radiyallahu anhu, Abbas ibn Abdülmuttalib deyir ki, öz oğluna nəsiyyət eləyərək deyir ki, görürəm ki, möminlərin əmri sənə yaxındır. Məndən 3 xisləti əzbərlə, öyrən 3 xisləti məndən. Onun deyir, əgər o sənə sir verərsə, onu yayma. 1. 2. O səndən yalan eşitməsin və həmçinin onun yanında heç bir kimsənin qeybətini etmə. Həmçinin Əhnəf ibn Qeys rahiməhullah buyurur ki,
şərəfli insan xəyanət etməz, ağıllı insan yalan danışmaz, mömin isə qeybət etməz. Və həmçinin Sufyan ibn Uyeynə rahiməhullah buyurur ki, əgər bir kişi başqa bir kişinin malına toxunarsa, o öldükdən sonra onun yaxınları bizim yanımıza gələr və o malı dəf eləyərsə, biz onun üçün kəffarə görərik. Əgər bir kişi bir müsəlmanın şərəfinə toxunarsa, irzinə toxunarsa, o öldükdən sonra onun varisləri, onun yaxınları gələrsə və bütün yer əhli gəlsə belə, halallıq istəsə, bu halallıq sayılmaz. Yəni, əgər bir insan kimsə malına toxunarsa, onun yaxınları gedib onun adından o malı dəf eləyərsə, bunun üçün kəffarə sayılar. Lakin əgər bir insan müsəlmanın irzinə toxunarsa, şərəfinə toxunarsa, ləyaqətinə toxunarsa, onu alçaldacaq hər hansı bir kəlmə işlədərsə, o öldükdən sonra onun yaxınları və yer əhli yığışsa belə onu kəffarə eləyə bilməzlər. Və buyurur ki, axırda rahiməhullah, müsəlmanın irzi, şərəfi puldan daha şiddətlidir, daha dəyərlidir. Və dediyimi deyir, düzgün başa düşün. Həmçinin Sufyan ibn Uyeynə rahiməhullah buyurur ki, Əl-ğibətu əşəddu minəd-deyn. Əd-deyni yuqda vəl-ğibətu lə yuqda. Deyir, qeybət borcdan daha şiddətlidir, daha təhlükəlidir. Çünki borc ödənilir, lakin qeybət ödənilmir. Yəni, əgər bir müsəlman kiməsə borclu olaraq ölərsə, onun yaxınları öldükdən sonra onun əvəzinə o borcu ödəyərsə, onun üzərindən o borc qalxar. Lakin bir müsəlman başqa bir müsəlmanın qeybətini eləyərsə, artıq heç kəs onun əvəz eləyə bilməz. Həmçinin Fudeyl ibn İyad rahiməhullah buyurur ki, mənim üçün bir kişini oxla oxlamağım dilimlə oxlamağımdan daha sevimlidir. Həmçinin qardaşlar, qeybət eləyən insan ədalətli sayılmaz. Beşir ibn-i Həris rahiməhullahdan qeybət edən bir şəxs barəsində soruşurlar ki, Ammən yəğtəbun nəsə yəkunu adilən, insanların qeybətini eləyən ədalətli sayıla bilərim, deyir, xeyr. Əgər bu onunla məşhurdursa, ədalətli sayılmaz, o deyir, səfihdir. Həmçinin Yahya ibn Kəthir rahiməhullah buyurur ki, Yasumur raculu anil halali tayyibi və yuftiru anil haramil xabis ləhmi əxihi. Deyir, kişidir, halal və gözəl şeylərdən oruç tutur, lakin xəbis və haram olan şeylərdən insan nədir, iftar eləyir. Yəni, qardaşın nətindən, qardaşın qeybətindən. Abdullah ibn Mübarək rahiməhullah buyurur ki, əgər bir kimsənin qeybətini etmiş olsaydım, o mənim valideynlərim olardı. Çünki onlar mənim yaxşılıqlarımı götürməyə daha layiqlidirlər, daha haqlıdırlar. Həmçinin Abdullah ibn Abbas radiyallahu anhuma rəvayət edir ki, necə ki sən qardaşını deyir, xatırla, necə ki sən onun yanında olmadıqda o səni xatırlamağını necə istəyirsənsə, eləcə də qardaşını xatırla. Həmçinin Qatədə rahiməhullah buyurur ki, necə ki meyitdən imtina edirsiniz, meyidi yeməkdən imtina edirsiniz, eləcə də sizə vacibdir öz qardaşınızın qeybətini etməkdən imtina etmək.
o həyatda olarkən. Həmçinin qeybət qardaşlığı aradan qaldıran murdar və xəbis bir şeydir. Fudeyl ibn İyad rahimehullah buyurur ki, əgər qeybət üzə çıxarsa, yayılarsa, Allah üçün olan qardaşlıq aradan qalxar. Həmçinin qardaşlar, qeybət yaxşılıqları puç eləyir. Yaxşılıqları aparır. Həsən Basri rahimehullah buyurur ki, nəfsim əlində olan Allaha and olsun ki, qeybətdən çəkinin, nəfsim əlində olan Allaha and olsun ki, o yaxşılıqları odunu yandırdığından daha tez yandırır. Həmçinin sələflər kimlərsə onun qeybətini eləyərdilərsə, onlar sevinərdilər. Necə bir nəfər gəlir Həsən Basri rahimehullahın yanına və deyirlər ki, filan kəs sənin qeybətini eləyir. Və Həsən Basri rahimehullah buyurur ki, mərhaban bi həsənəti. Xoş gəlib əməllərim, yaxşı əməllərim xoş gəlib. Etmədən, yorulmadan, içində riya və ucub olmadan etdiyim əməllər. Həmçinin Abdullah ibn Mübarək rahimehullah buyurur, kim alimləri təhqir edərsə, axirəti gedər. Və kim hakimləri təhqir edərsə, dünyası gedər. Və kim də müsəlman qardaşını kiçildərsə, aşağılayarsa, təhqir edərsə, onun mərdliyi, kişiliyi gedər. Və həmçinin qardaşlar, qeybət böyük günahlardandır. İmam Qurtubi rahimehullah buyurur ki, la xilafə ennəl qeybətə minəl kəbair. İxtilaf yoxdur ki, qeybət böyük günahlardandır. Kim bir kəsin qeybətini eləyərsə, onun üzərinə düşür ki, Allaha tövbə eləmək. Həmçinin Şeyx İbn Baz rahimehullah buyurur ki, istər bir şəxsdə eyib olsun, istərsə də olmasın. Qeybət etmək haramdır və böyük günahlardandır. Yaxşı, bəs qeybətin kəffarəsi nədir? Birinci, qeybət eləyən insan iki böyük cinayət eləmiş olur. Bir, Allahın qadağan etdiyi, haram etdiyi bir şey etmiş. Buna da tövbə, peşmançılıq düşür. İki, qul haqqı. Şeyx Hüseyin rahimehullah buyurur ki, qeybətin kəffarəsi barəsində alimlər ixtilaf edir. Bəzi alimlər deyir ki, mütləqdir ki, əgər sən bir kəsin qeybətini etmisənsə, onun yanına getməlisən, ona deməlisən ki, mən sənin barəndə filan sözləri danışdım. Səndən xahiş edirəm, istəyirəm ki, məni bağışla, haqqını halal etmə. Bu birinci görüş. Bəzi alimlər deyir ki, xeyr, onun yanına getmirsən. Lakin bu məsələdə təfsilat var. Əgər sən bir insanın qeybətini etmirsən, sənin qeybət etdiyin həmən insana çatıbsa, sənə vacibdir gedib ondan halallıq almaq. Əgər yox, sən bir kəsin qeybətini etmirsən, lakin o xəbər gedib ona çatmayıbsa, sənə vacibdir Allaha tövbə eləmək, Allahdan onun üçün bağışlanma diləmək, dua eləmək və həmçinin kimlərin yanında onun qeybətini eləmirsən, onu aşağılamırsansa, həmən insanların yanında da eyləməlisən, onu səna eləməlisən, onu tərifləməlisən. Ona görə qeybət, qardaşlar, böyük günahlardandır, murdar əməllərdəndir. Qeybət yeganə bir şeydir ki, hətta ana belə istəməz ki, oğlu onun qeybətini eləsin. Baxmayaraq, insanlar arasında ana insanlardan sənə daha çox yaxındır, ən çox səni sevəndir. Lakin, o belə istəməz ki, sən onun qeybətini eləyəsin. Həmçinin, qardaşlar, qeybət əməli puç eləyir. Necə bayaq zikr elədik. Yəni, ən böyük xəsarətdir, ən böyük həsrət olacaq. Qiyamət günü
insanın öz yaxşı əməllərini başqasının tərəzində görməsi. Ona görə müsəlman Allahdan qorxmalıdır, öz nəfsini tərbiyə eləməlidir, Allaha tövbə eləməlidir və bu murdar əmələ son qoyulmalıdır. Bu qeybədin fəsadlarından qardaşlığı pozur, şirinliyi aradan qaldırır, həmçinin səmmiliyi aradan qalxır, Allah üçün qardaşlıq olmur. Həmçinin insandan pis qoxu gəlməsinə səbəb olur. Və ən böyük fəsadlarından biri də insanı müflis edir. İnsan gecə gündüz əziyyət çəkir, hansı əməl eləyir, kimisə barəsində danışır, hədiyyə göndərir kiməsə. Öz əməllərini hədiyyə göndərir. Ola bilsin ki, qiyamət günü bir insan zina eləməsin, oğurluq eləməsin, sələm yeməsin. Lakin hansısa bir günahkarın günahını boyuna yüləsin, ona zülm eləməkdir, onun haqqına girməkdir, ona böhtan atmaqdır. Yaxşı, qardaşlar, qaldı bir məsələ. Bəs, bidət əhlində danışmaq qeybət sayılırmı? Cavab odur ki, bidət əhli barəsində elm və adillik üzərində danışmaq qeybət sayılmır. Əksinə, bu elm əhlinə vacibdir və bu Allah yolunda ən əzəmətli cihad növlərindən biridir. Bidət əhlində barəsində danışmaq, onu bəyan eləmək, onu insanlardan çəkindirmək, elm və adillik üzərində bu əhl-i sünnənin əsaslarındandır. Allah yolunda olan cihaddandır və cihadın ən əzəmətli növlərindəndir. Bunda məqsəd dini və müsəlmanları qorumaqdır. Digər məsələ, hansısa bir müsəlman barəsində xəbər vermək də qeybət sayılmır. Əgər o hansısa bir ləqəblə tanınıbsa, gəlib soruşursan, onun barəsində xəbər istəyirsən, qızına elçi gəlib və ya qızını, oğlunu almaq istəyirsən, soruşursan, necə insandır, nə cürdür, həmən insanın üzərinə düşən olur ki, bildiyi şeylər desin. O qeybət sayılmır. Çünki bu xəbər babındandır. Və ya tanıtmaq, bir insan tanınır, məsələn, uzun boyu kimi, arıq kimi. Məqsədin təyin eləmək deyil, tanıtmaq kimidir. Peyğəmbər sallallahu aleyhi ve sellem də bəzən deyil. Ona görə gərək biz Quran və sünnəni sələfin fəhmi kimi başa düşək. Xüsusən də qardaşlar, biz Ramazan ayındayıq, əzəmətli aydayıq. Allaha həmd olsun ki, Allah bizə müvəffəq elədi bu əzəmətli aya yetişməyi. Artıq son günlərindəyik. Müsəlman daha da çox çalışmalıdır, daha da çox tövbə eləməlidir, daha da çox dilini qorumalıdır ki, əziyyəti bıça çıxmasın və həmçinin günahları bağışlanmış halda çıxan qullardan olsun. Allah subhanət hala bizi istifadəni nəsin, bizi dində sabit eləsin. Amin. Yenə də olsun Allah bilər. Və sallallahu və səlləm alə nəbiyyə Muhammed və alə alihi və səhbə əcməin.